Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Hörmətli izləyicilər, xoş gördük. Bu gün biz insan həyatında ən mühüm dayaqlardan biri olan ailə mövzusunu müzakirə edəcəyik. Ailə yalnız gündəlik həyatımızın mərkəzi deyil, həm də mənəvi və sosial dəyərlərin formalaşdığı bir məktəbdir. Bugünkü seminarımız İslamda ailənin dəyəri haqqındadır. Müqəddəs İslam dini evlənməyə yüksək diqqət yetirmiş və onu bütün müsəlmanlar üçün tövsiyə etmişdir. Belə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Mə buniyə bənaun fil İslami əhəbbu iləllah minət təzvic." Allah yanında evlilikdən daha dəyərli və sevimli bir şey yoxdur. Peyğəmbərin buyurduğu kimi, əl nikahı sünnəti. Fəmən rəğbə ən sünnəti, fələysə minni. Evlilik mənim sünnəmdir. Hər kəs mənim sünnəmdən üz çevirsə, məndən deyildir. Yəni mənim ardıcıllıqlarımdan deyildir. Evlinin 2 rükət namazı subayın 70 rükətindən üstündür. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: İslamda ən yaxşı layihə evlilikdir. Evlilik təkcə bir vəziyyət deyil, bir layihədir. Nicah, 2 insanın bir-birini dünya və axirət üçün tamamlamasıdır. Ümmətimin ən pis cavanları subaylardır. Evlilik və elçilik Peyğəmbər sallallahu əleyhi və səlləmin önəmli proqramlarındandır. Allah Taala Qurani-Kərimdə buyurur: Əgər fəqir olsalar, Allah öz kəramət və fəzilətindən onları ehtiyatsız edər. Evlilikdə icazəli olan şəxslər, yəni qadın və kişilər kimlərlə evlənə bilər? Bir neçəsini misal olaraq nəzərinizə çatdırım. Bəylər üçün əmi qızı, xala qızı, dayı qızı və s. Xanımlar üçün əmi oğlu, xala oğlu, dayı oğlu və s. İslamda yaxşı qadın və yaxşı ər olmağın bir neçə şərtləri vardır. Yaxşı qadın şərtləri misal üçün az mehriyə, sadə toy, çox uşaqlı, evdar, əxlaqlı. Hədisdə də buyurulub: qadının cihadı ərinə yaxşı həyat yoldaşı olmaqdır. Yaxşı ər olmağın şərtləri iman, xoş əxlaq, ailəsi pak, özünə həmtay, yoldaşına vəfalı. Bəzi vaxtlarda evlilikdə təmtəraq üstün tutulur. Bahalı qırqızıl, bahalı şadlıq evi, dəbdəbəli xonçalar, bahalı maşınlar tələb edilir. Amma Allah Taala Qurani-Kərimdə buyurur: Əuzubillahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnellezîne âmenû və amilussâlihâti seyec'alu lehumur rahman vuddə. İman gətirib yaxşı işlər görənlər üçün mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq. Ayənin tərcüməsindən gördüyümüz kimi, Allah Taala rahatlıq və aramlığı məhəbbətdə qoymuşdur, nəinki təmtəraqda. Və bəzi vaxtlarda evlilikdə görürsən ki, şərtlər qoyurlar. Misal üçün, bahalı evin olması, bahalı maşının olması və ya yüksək gəlirli işin olması. Və bizə də məlum oldu ki, evlilik yalnız maddiyatdan ibarət deyil. Əgər biz istəyiriksə, evimiz nurlu olsun və rahatlıq olsun, gərək Quran oxuyaq, halal ruzi qazanaq, namaz qılaq və ailəmizlə məhəbbətlə rəftar edək. Peyğəmbər sallallahu əleyhi və səlləm işləri 2 qismə bölmüşdür. Ev işlərini xanım Fatimə sallallahu əleyhi və səlləmə tapşırmış və çöl işlərini İmam Əli əleyhissalama tapşırmışdır. Ev işləri deyəndə evdar xanımı nəzərdə tuturuq. Bir evdar xanım necə olmalıdır? Evdar xanımın xüsusiyyətləri nədən ibarətdir? Vaxtımız az olduğuna görə yalnız başlıqları deyib keçəcəm. Misal üçün səbirli olmalıdır, əmanətçi olmalıdır, söhbətçil olmalıdır, həyat yoldaşına sirdaş olmalıdır,
şəxsiyyətli olmalıdır, səfalı olmalıdır, əxlaqlı olmalıdır, nəzimli olmalıdır, mənəviyyatlı olmalıdır, bişir, düşürü bacarmalıdır, ev işlərinə laqeyd yanaşmamalıdır, öz səliqəsinə, ev səliqəsinə diqqət yetirməlidir və lazımı təqdirdə dərziliyi bacarmalıdır. Xanım Fatimə-i Zəhra sallallahu əleyhi və səlləm insanlıq üçün və biz xanımlar üçün bir nümunədir. Xanımın həyatına nəzər salsaq görərik ki, xanımın müharibədə köməkliyi, atası yaralananda sarğısını bağlamağı və yaxud mehrabda ibadəti hədislərdə buyurulur, xanımın ibadət edən vaxt Allahın qorxusundan rəngi günəş kimi sarılardı və yaxud vilayətdən müdafiəsi, evdə idarəçiliyi, insanların ən yaxşı tərbiyəçisi olmağı özümüzə nümunə götürə bilərik. Bir gün Əsməyi, məşhur ərəb alimi və rəvayətçisi səyahəti zamanı bir yerdən keçirdi. Yolun kənarında oturub ağlayan bir qadın gördü. Əsməyi yaxınlaşdı və onun kədərinin səbəbini soruşdu. Qadın dedi, ərim çox əsəbi və pis xasiyyətlidir. Hər gün məni incidir, mənə pis davranır, amma mən indiyədək səbr etdim. Əsməyi qadının səbrindən heyran qaldı və soruşdu. Bütün bu pis davranışlara baxmayaraq, niyə onunla qalıb səbr edirsən? Xanım dedi, məgər sən Həzrət Muhammed sallallahu əleyhi və səlləmin bu hədisini eşitməmisən? Ələ imanu nisfu sabr və nisfu şükr. İmanın bir yarısı səbr, digər yarısı isə şükürdür. Əsməyi xanımın bu sözündən çox heyrət etdi. Günlərin bir günü Əbu Əyyub Ənsarinin 3 yaşlı uşağı qəflətən vəfat edir. Xanım uşağın fərağından göz yaşı tökərək ağlayır və təsadüfən Əbu Əyyub Ənsari həmin vaxt evdə olmur. Həyat yoldaşının gəlmək vaxtını görən xanım özün səliqəyə salır və gülərüzlə həyat yoldaşını qarşılayır. Sübh namazına az qalmış, həyat yoldaşı məscidə gedəndə ona deyir: "Əgər bir nəfər əmanətini sənin yanında qoyarsa, bir müddətdən sonra alarsa, onu qaytararsan, yoxsa necə?" Əbu Əyyub Ənsari deyir: "Bəli." Xanım cavab verir: "Allah Taala 3 il bundan əvvəl bizə bir əmanət vermişdi və dünən onu bizdən aldı. Namazını qılandan sonra evə gəl, uşağı dəfn edək." Əbu Ənsari deyir: "Əlhəmdülillahi Rabbil aləmin." Və Peyğəmbərin yanına gedərək bu hadisəni Peyğəmbərə danışır. Peyğəmbər buyurur: "Dünənki gecə sənə mübarək olsun." Tarixçilərin dediyinə görə Allah Taala onlara əməli salih bir övlad əta edir. Övlad ata-ananın şərikli gülüdür. Qız övladı rəhmətdir, iftixardır. Ata-ananın canıdır. Oğlan övladı nemətdir, behiş güllərindən biridir. Kişinin evdə vəzifələri nələrdən ibarətdir? Biz yuxarıda xanımın vəzifələrindən dedik. İndi isə kişinin evdəki vəzifələrindən deyirik. Kişi evdə gərək alicənab olsun, ailəsi ilə məhəbbətlə rəftar etsin, xoş əxlaq olsun, mənəviyyatlı olsun, ailəsi ilə, xanımı və uşaqları ilə mehriban rəftar etsin, ev işlərində köməklik etsin, qayğıkeş olsun və lazım gələndə güzəşt etməyi bacarsın. Əhməd sallallahu səlləm evdə xanımları ilə mülayim rəftar edərdi. Xanımlarından biri onunla kobud rəftar edəndə də onlarla mehriban rəftar edirdi. Lazım gələndə təndirə çörək yapar, həyət süpürər və süd sağardı. İmam Əli əleyhissalam da evdə mərzi təmizləyərdi. Bir gün Peyğəmbər buyurur: "Ya Əli, bilirsənmi ev işlərində köməklik etmək nə qədər savabdır?" Və sonra cavabında buyurur: "Şəhidliyin savabı qədər." Yəni bir kişi
ev işlərində xanımına kömək edərsə, Allah Taala şəhidə verdiyi savab qədər həmin o kişiyə də savab verir. Günlərin bir günü Peyğəmbər sallallahu əleyhi və səlləmə xəbər çatır ki, onun Məaz adlı səhabələrindən biri dünyasını dəyişir. Peyğəmbər özü şəxsən onun dəfn kəfinində iştirak edir, onu qəbrə qoyur və namazını qılır. Məazın anası deyir, xoş halına, Peyğəmbərin əli ilə dəfn olundu. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, o qəbr sıxıntısından və qəbr əzabından amanda deyil. Anası deyir, niyə? Peyğəmbər cavabında buyurur, o evində bədəxlaq idi. Baxmayaraq ki, Peyğəmbər şəxsən o səhabəsinin dəfnində iştirak edir, özü öz əli ilə qəbrə qoyur, amma ailəsi ilə bədəxlaq olduğuna görə qəbr əzabından və qəbr sıxıntısından amanda qalmır. Peyğəmbər sallallahu əleyhi və səlləm məsciddə buyurur: "Cəhənnəmə daxil olan ilk şəxs həyat yoldaşını incidən şəxsdir." Xarici idarə etmə, yəni kişinin çöl vəzifələri nələrdən ibarətdir? Kişi gərək çöldə ailəsi üçün halal ruzi qazansın və qazandığı ruzini xərcləsin, yəni xəsis olmasın, ünsiyyətcil olsun və imkan daxilində ailə üzvlərinə hədiyyə alsın, həyalı olsun və ailəsinin möhkəmlənməyinə çalışsın. Hədisdə buyurulur: "Əl-qəttu li-iyalihi kəl-mücahidi fi səbilillah." Ailəsinin ruzisi üçün çalışan kəs Allah yolunda cihad edən kəs kimidir. Ailənin ruzisi üçün halal zəhmət deyəndə, o əkinçilik, taksiçilik, usta, dəmirçilik və s. deyə bilərik. Və bəzi vaxtlarda təəssüf olsun ki, təlaq, boşanmalar qaçılmaz olur. Ailənin sarsılmasına səbəb olan amillər, əqidə zəifliyi, misal üçün, görürük ki, xanım halal və haramına riayət edir, kişi isə halal və haramına riayət etmir. Bu tərsinə də ola bilər. Kişi halal və haramına riayət edir və xanım riayət etmir. Mədəniyyət fərqliliyi, siyasət, tərəflərdən birinin ya hər ikisinin təkəbbür olması, dil yarası, suizən, yəni bir-birlərinin haqqında səhv fikirləşmək, bədəxlaq olması, kənardan yersiz müdaxilələr, səliqələr və s. səbəb olur. Bu gün də bir seminarımızın axırına gəlib çatdıq. İnşallah gələn seminarımızda görüşənədək. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.